Şiə dəvətçiləri dəstlərində əhl-i sünnəyə söz atırlar ki, deyirlər ki, bunların əqidəsində düşünmək yoxdur. Ki, onlar nəyə əsasında deyirlər ki, bizim əqidədə düşünmək yoxdur. Təbii ki, bu yəni yalandır və lakin ola bilsin onlar demək istəyirlər ki, əgər bunu demək istəyirlərsə, düz deyirlər. O da nədir? Əhl-i sünnət ilə bidət əhli arasında, xüsusən də əqidə məsələlərində və ya ümumən şəriətdə əsas fərqlərdən biri budur ki, bizə görə nəqil əqlə tabidir. Yəni, Quran olsun, daha doğrusu, əqil nəqlə tabidir. Əksinə. Yəni, ağıl Quran və sünnəyə tabidir. Bidət əhlinə görə isə əksinədir. Onlara görə nəqil əqlə tabidir. Yəni, Quran və sünnə əqlə tabidir, ağla. Yəni, ağıl nəyə qəbul edirsə, Quran və sünnədən onu götürürlər. Nəyi qəbul etmirsə, ağlın qəbul edə biləcəyi səviyyədə onu təvil edirlər. Və nəticədə Quran və sünnəni ağla tabi edirlər. Bizdə isə əksinədir. Bizdə deməli, ağıl tabidir Quran və sünnəyə. Bu, o mənaya gəlmir ki, düşünmə yoxdur və s. Təbii ki, yox. Əgər bunu demək istəyirlərsə, düz deyirlər. Bundan başqa nəyəsə qəsd edirlərsə, bu yalandır və iftiradır. Və adi bir misal deyim, məsələn, buna misal olaraq, bayaq qeyd edədiyim kitab, Abdülhüseyn Musəvi müraciət kitabı. Müəllifin adına fikir verdirsə, Abdülhüseyn, Hüseynin qulu. Onun bir kitabı var, Abu Hureyrənin uydurduğu hədislər, yəni saxta hədislər. Bir kitab yazır, güya Buxarıda, Müslimdə Abu Hureyrənin uydurduğu hədislər, yəni Buxarı və Müslimdən hədislər gətirir ki, bunu Abu Hureyrə uydurub. O kitaba da mən rəddiyə vermişəm. Abu Hureyrə barədə olan dərslərim ki var, 4 dərs, o kitabın rəddiyəsidir. Gətirdiyi bütün hədislərə cavab verilir orada. O hədislərdən birisi də nədir? Məsələn, həmin kitabın müəllifi orada hədis gətirir, Buxarı və Müslimdən, Abu Hureyrənin rəvayət elədiyi hədisdir. Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə deyir ki, səhv etmirəmsə, bir inək xalis, ərəbcə danışdı. Hədisdə bir heyvanın danışmasından bəhs edilir və açıq ərəbcə belə. Və həmin kitabın müəllifi deyir ki, bu hədis gülür, məsxərəyə qoyur. Deyir, necə bu hədis səhih ola bilər? Uydurma hədisdir. Abu Hureyrə uydurub. Niyə? Dəlil nədir? Yəni, heyvan necə danışır? Yəni, hədisi tabi elədi nəyinə? Ağılına. Və o hədisə də həmin dərsdə mən cavab verəndə demişəm ki, yaxşı, inəyin bir kişi ilə danışması qərib qarşılanıbsa, hansı ki, bu Buxarı və Müslimdə gəlir hədisdə. Bəs görəsən, bu kitabın müəllifi Quran-ı Kərimdə qarışqa ilə Süleymanın danışmasına nə deyir? Yəni, inəkdən məlumdur ki, səs çıxır axı. Eşidə bilirsən. Bu qarışqadan səs eşidə bilmirsən. Lakin biz etiqad edirik, Süleyman qarışqana danışır. Etiqad edirik. Yəni, biz ayəni ağla tabi edirik, yoxsa ağla ayiyə? Aydındır, fərq budur. Və bu o deməkdir ki, qarışqa ilə Süleymanın danışığı Qur'anda yox, Buxarı və Müslimdə və başqa hədis kitabında gəlsəydi, güləcəkdilər. Və deyəcəkdilər ki, uydurmadır. Niyə? Necə qarışqa, necə danışa bilər? Səs gəlmir. Və buna görə də bir də əhl-i sünnə qardaş düşəcəkdir şübhəyə. Vallahi düşəcəkdir şübhəyə. Çünki çox olur belə. Gedir, girir bidət əhlinin ağzına, çənəsinin altına, dinləyir onu və yığır şübhələri, gəlir, deyir ki, şübhəyə düşdüm. Öz dilin nə deyir, ha? Deyir, şübhəyə düşmüşəm. Niyə? Deyir, filan kəsi dinləyəndən sonra.
Gəlib deyəcəkdi ki, qardaş, mənə şübhəyə salıblar. Niyə şübhəyə salıblar? Qardaş, mənə hədis göstərdilər Buxari və Müslimdən ki, Süleyman qarışqana danışır. Deyirlər ki, Süleyman qarışqana necə danışırlar? Qarışqadan səs gəlmir. Qardaşa deyəcəkdin ki, yəni belə olacaqdır. Deyəcəkdin ki, nəyə görə şübhəyə düşmüşsən? Deyir, qardaşım, bu qarışqadan səs gəlmir axı. Bizim cavabımız nə olacaqdır həmin anda? Deyəcəkdir, yox qardaş, bizdə ağıl nəqlə tabidir. Biz qəbul edirik bu hədis olduğu kimi. Yəni, problem hədisdə deyil. Problem həmin o cür düşünəcək və ya düşünən qardaşın sünnətə qarşı olan etiqadındadır. Yəni, Qur'ana qəti kimi baxır. Sünnətdə şəkk edir. Amma indi həmin qardaş şəkkə düşə bilmir. Niyə? Çünki ayədə gəlib. Artıq heç nə deyə bilmir. Deyir, inkar edəsəm kafir olar. Yəni, əslində fərqi yoxdur. Bu sünnədə gəlir və ya Qur'anda. Həmin o kişilərdir ki, sünnəti bizə nəql edənlər həm də Quran nəql ediblər. Yəni, o kişilərin, rafilərin nəql etdiyi Quranı götürürüksə, sünnəti də götürürük. Aydındır. Yəni, məsələ budur. İxlasla.com saytı tərəfindən təqdim olundu.